Yoldaşım skameykada, mən skameykada uşağım xəstəxana yatırdı, gözləyirdi, uşağımızdan bir xəbər gözləyirdi. Həkim bizə sevindirici xəbər deyir uşağımız tərəfindən. Həkimlər də bizi ümidsiz qoydu, çarəsiz qoydu, dedi. Uşağınız bizlik deyil. Uşağınızın işini necə eləyirsiniz, eləyin bizlik deyil. Biz sizə deyirik ki, uşağınız yəni buradan sağ çıxmayacaq. Uşağınızın o qədər əməliyyatı risklidir. Yəni hara gedirsiniz, gedin. Biz də qaldıq belə çarəsiz. Kimlə ağız açaq? Yoldaşım fəhlə işləyir. Fəhlə işi sizcə necə olar? Həkim qapılarında yatırdım, uşağımdan bir xəbər gözləyirdim. Dedim, haçan sabah açılacaq, doktor mənə yaxşı xəbər uşağım tərəfdən deyəcək. Məni sevindirəcək. Balamın çarəsini tapa bilmədim o yanlarda. O günlər getsin, gəlməsin.